Başla. Kənan, bizim müqəddəs kitabımız Quran. Quranı nə ağarıq? Məsələn, alim dedim. Alim. Hafizlər dedim ha, indi bizim müqəddəs kitabımız nədir? Alim. Yox, Quran. Quran. Quranı nə edirik biz? Oxuyuruq. Əhsən, oxumağa nə deyirlər? Termin olaraq. Danışmaq. Yox. Termin olaraq nə deyirlər? Məsələn, deyirlər, bir qari, Quran gəlir, Hafiz. Quranı qari, Quran gəlir məclisə, Quranın ağarmaq. Tilavət. Əhsən. Quranı başlayanda nə ilə başlayırıq? Biz surəni başlayanda nə ilə başlayırıq? Bismillahla. Bismillahı nə deyirlər qısaca? Bağışlayan. Yox, qısaca termin olaraq nə deyirlər? Termin olaraq. Qısaca. Biraz açıqlama verə bilər. Bismillah, məsələn, qısaca söz nə deyirlər? Bismillah. Pas, bunu keçək. Çox vaxt xütbə edənlər, xətiblər insanları dəvət edirlər nəyə başlayanda? Hidayət. Başqa. Nəyə dəvət edirlər? Deyirlər, özümü və sizi İlahi təqva. təqva. Sonra. Bir insan günah eləyəndə nə ağarır? Tövbə eləyir. İnsan öz-özünə nə ağarır? Məsələn, nə hissi keçidir? Günah Utanmaq. Əhsən, utanmağa dini termin olaraq. Utanmağa dini termin. Bunu da pas. Suallar çox çətin suallar. Həya olmalı. Şeydə Son 5. biz orucluq gələndə Vaxt getdi. Biz Bakıya getdiyimiz zaman tez-tez İçəri şəhərə gedirik. Orada hara gedirik əsasən? Bir beybətə. İçəri şəhərdə. İçəri şəhərdə. İçəri şəhərdə biz hara gedirik? Məscid. Məscid. Məscidin rəhbəriyyəti kimdədir? İmamda. Hə, imam harda iqamət eləyir? Bir mövzu izah etmək lazım olduqda. Minbərdən. Minbər. Ümrəyə getdin. Sənə lazım olan şey nədir orada? Ümrədə. Təvvaf. Ya, təvaf etmək üçün Mehrab. hə? Mehrab. Nə? Bir də deyil. Oxşayır. Deyə bilmirsən, düz deyirsən. Hə, tamam. Hə. Deyil. Mehrab. Deyə bilmir. Hərfin birini yeyir. Neynə? Kes. Xəstələnmə qorxusu olan şəxs sübh namazına qəza verməmək üçün səhər durdusa nə etməlidir? Xəstələnməkdən qorxur? Təyəmmüm. Təyəmmüm. Biz Kərbəla ziyarətinə gedirik. Ora getməyimizdə əsas məqsəd nədir? İmamı ziyarət etmək. İmamı ziyarət etmək. İkinci zümməsini deyirəm, peyman. Birinci zümməsi nədir? Əhd peyman. Əhd. Əhd. Son 10 saniyə. Cənnət əhli kimlərindir? Möminlərin. Mömin. Qeyrisi nədir? Cəhənnəm əhli? Kafirlər. Kafir. Mənim nəyimi sevin? Vaxt doldu. Kənan, növbə səndədir. Qadağan olunmuş sözlərdən istifadə etmədən sənə verilmiş bu sözləri izah etməyə çalış. Vaxt 2 dəqiqə. Yəni başladıq. Təsbih ilə namazın axırında olunan zikir. Düzdür. Peyğəmbərə nazil olan Quran. Nə yolla nazil olub? Vəhiy yoluna, vəhiy. Namazdan sonra səcdəyə gedib nə etsən? Şükür səcdəsi. Şükür. O ki, orucu tutan bilsən, namazı qılan bilsən. Kəffarə. Yox. Qəza. Hə. Dedi, davam elə, durma. Yaxşı yesən.
Deməli namaza başlayanda nə edirsən? Niyyət. Hə, sur namazı. Sonra deməli Son bir Ha. dəqiqə. Vaxtımız getdi. Tez. Quranla açırlar bəzən bir işim həll olmaq İstixarə. üçün. Aha, düz deyil. Bir şeyi təsdiq eləmək. Bir şey təsdiq Hə. et. Didə danış nə? Bir şey təsdiq eləmək üçün ötürəm. Bəyan. Aysa. Cavab versən də. Dilləri mömin, nəyli mömin? Yaxşı mömin. Yo. Vaxtı namazlarını qılan, sonra İxlaslı hə, mömin. ixlas. Keçər də yəqin ki o. İxlas. Sayıram. Nə qədər vaxtımız qaldı? Son 10 Peyğəmbərlərə, saniyə. imamlara edilən. Təvəssül. Yo, imam vaxtı ilə. Zülüm. Az. Su. Sonra. Sonra vaxt qalmadı. Yox. Vaxt bitdi. Başın. İndi növbə səndədir. Vaxt getdi. Ya Allah. Xalid, bir səhv iş görəndə nə edirik? Tövbə edirik. Tövbə. Xeyr, yaxın. İstiğfar. Bəli. Bir işi haqq sözü, onu batil sayana nə deyirlər? Haqqı batil edən kafir, münafiq, Yaxınlaşırsan. günahkar, xətakar. Daha biraz geniş. Üstün örtən. Kes. Başqasına geç. Ağlama gelmez. Biz namaz qılanda hara yönəlirik? Qiblə. Əhsən. Məsələn, mən oturmuşam burada. Keçib otururam orada. O nə sayılır? Yerimək. Yox, oturmuşam burada. Dəyişmək. Ay, sonra keçib otururam orada. Nə sayılır o? Dəyiş. Bir yerə gedirik. Məsələn, müharibə edirik bir yerdən. Orada əldə etdiklərimiz nədir? Qənimət. Əhsən. Əldə edilən var. Əldə edilən düzdür. Oyda, Kes. əldə. Vaxt onlara baxdı. Mənim doğum günümdə biri məni nə edir? Təbrik. Əhsən. Yox. Təbrik yaxınlaş- etmək. Yox, başqa. Təbrik etmək. Məsələn, birinin toyu olur. Nə edirlər? Təbrik etmək, dua etmək. Yaxındaş da. Təbrik etməkdən başqa nə var sanki? Xeyir dua, Yaxınlaş da. Gəl toyudur, gəlin nəyə gəlir? xeyir, şər. Nə bilim, bir keç. Son 10 saniyə. Yuvandın yaxşı. Hələ ki birindən doğru cavab verin. 2. 1 sayma. Sayma. Başqa nə tapım burada? Cavab neredesə? Çətin də. Həsən və Kənan ümumilikdə 11 söz tapa bildi. Xalid və Akşin isə 8 söz. Beləliklə bugünkü yarışmamızın qalibi Həsən və Kənan oldu. Təbriklər.